Mən də hər kəsi salamlayıram. Mən Bakı şəhərindən gəlmişəm. Antiterror şəhidi Ramil Rəhimovun anasıyam. Bugünkü günü biz özümüzə borc bildik, Dürdana bacının yanında olaq. Sənan balamızın mövlududur. Mən indi deyirəm, məzarında rahat uyur. Sənan bala. Uğrunda canını verdiyin, qanın tökdüyün torpaq bugünkü günü azaddır, suverendir. Mən hər kəsə, burada iştirak edən şəhid sevərlərə, şəhid analarına, şəhid atalarına, qonaqlara təşəkkür edirəm. Çox sağ olun. Bugünkü günü Sənanın ailəsini tək qoymadınız, onun yanında oldunuz. Hamıya təşəkkür edirəm. Allah şəhidlərimizin ruhunu şad, məqamını eləsin. Dürdana bacı, Allah sənə bol-bol səbir versin. O balaları böyüdəsən bilirəm, çox çətindir. Sənin kimi mənim də evimdə bir gəlin var, körpəklə. Yəni, onların üzünə baxa bilmirik. Şəxsən mən özümü günahkar sayıram ki, yəni bu gəlin tək qaldı. Yəni, onların çiynində daha ağır yük var. Bilirsiniz, mən onlara həmişə deyirəm, elə sənin gəlinin, bütün gəlinlər içində olmaqla Lalə bacının da gəlini var. Yəni, onlara güc qüvvət diləyirəm ki, o yükü qaldıra bilsinlər, çəkə bilsinlər. Namuslu, qeyrətli balalardır. Allah dünyamızı qorusun bu qarışıq dünyamızda. Azərbaycanın başının üstündən bir də qara bulutlar əsməsin, heç bir ana gözü yaşlı qalmasın, heç bir